Əzanın zikirlərində qalmışıq. Onlardan bəzilərini götürdük və həmçinin onlardan biri də necə ki hədisdə gəlir. Yaqul Allahumma rabb hadihi d-da'vati-t-tammə və-s-salati-l-qaimə آتي محمدا الوسيلة والفضيلة وابعثه مقاما محمودا الذي وعدته. Yəni bu hədis Cabir ibn Abdullah radiyallahu anhudan gəlir və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki: Mən qalə hinə yesmə'un nida, kim əzanı eşitdiyi zaman deyərsə Allahümmə Rabbə hədihi d-da'vati-t-tammə والصلاة القائمة آت محمدا الوسيلة والفضيلة وابعثه مقاما محمودا الذي وعدته حلت له şefaati yevmel kıyame. Yani kim bu duanı ederse Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki benim şefaatim ona hasil. Allah'ım tam dəvətin və salatil qaimə və qılınacaq namazın Əti Muhammədən il-vəsilətə vəl-fadilə, Muhammədə vəsilə dərəcəsini və fəzilət ver. Və ba'athu maqaman mahmudan illəzi va'adtə, onu vəd etdiyin təriflənən məqama çatdır. Yəni bundan öncə əl-vəsilə məqamı haqqında, dərəcəsi haqqında götürdük və burada bu duanın içərisində keçir. Deməli, bu dua Cabir radiyallahu anhudan gəlir. Və bu duanın axırında bir hissə də vardır ki, İnnəkə lə tuxliful mi'ad. Həqiqətən sən vədə xilaf çıxmırsan. Yəni bu ziyadədir, əlavədir. Bu əlavə Səhih kitabda, yəni Buxaridə yoxdur. Və alimlər bunun hökmü haqqında ixtilaf ediblər. Kimisi səhih və kimisi zəif deyib. Yəni Şeyx Alban rahimehullah, yəni bu ziyadənin şəz olması, yəni müxalif olması görüşündədir və daha yaxın olan elə budur. Yəni ən səhih olan hissəsi وَبَعَثُ مَقَامًا مَحْمُودًا الَّذِي وَعَدتَّ. Yəni bura qədər deyilməsi kifayət edir. Və o ki qaldı hədisə, mən qalə hinə yesmə'un nida, yəni kim əzanı eşitdiyi zaman deyərsə. Və burada ehtimal var ki, mücərrəd əzanı eşidən kimi, müəzzinin sözlərini eşidən kimi deməsi və həmçinin ehtimal var ki, əzan bitdikdən sonra, tamamlandıqdan sonra. Yəni hədis isə daha yaxın olan odur ki, buna dəlalət edir. Yəni əzan tamamlandıqdan sonra, yəni bu dua oxunur. Çünki Abdullah ibn Amr ibn As radiyallahu anhumənin hədisində gəlir ki, وَذَلِكَ أَنَّ النَّبِيَ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمَ أَمَرَنَا أَوْ أَرْشَدَنَا بِأَنْ نَسْأَلَ لَهُ الْوَسِيلَ بَعْدَ إِجَابَةِ الْمُؤَذِّنِ. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm bizə əmr etmişdir, onun üçün vəsilə dərəcəsini istəməyi, müəzzinə icabət etdikdən sonra və salavat gətirdikdən sonra. Allah Resulü sallallahu aleyhi və səlləm salavat gətirdikdən sonra və bu da dəlalət edir ki, əzan tam bitdikdən, tamamlandıqdan sonra salavat deyilir və sonra bu dua oxunur. Və həmçinin bu məna baxımından da daha münasibdir. Çünki bu dua qəbilindəndir və sünnədə də varid olan odur ki, duanın önündə Allaha səna edilməsi və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat deyilməsidir. Və buna əsasən də əzanı eşitdiyi zaman deyilərkən, yəni əzanı tam eşitdikdən sonra, yəni əzan tam tamamlandıqdan sonra.
فإن النداء تنتظم جمل من أول. Çünkü ezan deyildiği zaman əvvəlindən Allahu Ekber təkbirindən sona qədər onu əhatə edir. Hamısı birlikdə əzan sayılır. Və buna görə də əzan tam, kamil şəkildə deyildikdən sonra bu dua oxunur. Allahümme Rabbe hadihi da've. Allahümme. Yəni Allahümme sözünü biz götürdük. Allahümme ey Allah deməkdir. Ya Allah. Allahümme ya Allah deyilir və yaxud da Allahümme deyilir. Çünki nida hərfi ilə mim ikisi birlikdə olmur. Əgər ya gəldisə ya Allah olur. Əgər nidasız gələndə nida ya nida hərfidir. Onda Allahümme deyilir. Yəni ikisi birlikdə deyə bilməzsən ki, ya Allahümme deyilməz. Ya Allahümme deyilmir. Əgər ya nidası ilə, hərfi ilə deyirsənsə, ya Allah deyirsən. Əgər ya nidası demədən, onda Allahümme. Allahümme, yəni qısaca olaraq, ya Allah deməkdir. Allahümme Rabbe hadihi da'veti təmmə. Allahım, ya Allah, bu tam dəvətin, çağırışın Rəbbi, yəni sahibi. Ər-Rab sözü, onun yəni işlənmə yerləri var. Xüsusən də ad sifətlər mövzusunda bu daha geniş izah olunur. Amma burada keçən mənası isə Rabbə hədihi da'va, yəni Rab mənası, yəni sahib deməkdir. Allahümme Rabbe hâzihi da'veti tem. Allahım, ya Allah, bu tam dəvətin, çağırışın sahibi. Yəni çünki bunu əzanı buyuran, əzan çağırışdır, dəvətdir. Allah Teala'dır. Və bunu qullarına öyrədən də odur və əmr edən də Allah Teala'dır. Və bunu deyənə mükafat verən də, mükafatlandıran da odur. Və buna görə də yəni burada Ər-Rab deyildiyi zaman yəni sahib. Necə ki Peyğəmbər sallallahu aleyhi və səlləmin babası Abdülmuttalibdən gəlmişdir ki, Əbraha qoşunu ilə Kəbəni dağıtmağa gəldiyi zaman Abdülmuttalib öz dəvəsini axtarır. Abrahanın əskərlərindən biri onu tutur. Abraha ondan soruşur, sual verir ki, nə axtarırsan? Və o deyir ki, dəvəni axtarıram. Halbuki o Kəbəni sökməyə, dağıtmağa gəlmişdir. Və o da təəccüblənir ki, yəni onların xidmət elədiyi, baxdığı evi dağıtmağa gəlib, onun haqqında soruşmur, maraqlanmır, deyir ki, mən dəvəmi axtarıram. Və o da deyir ki, Abdülmuttalib, Ənə Rabbul İbli, yəni dəvənin sahibi mənəm, amma evin isə öz sahibi var, o qoruyacaqdır. Və burada Abdülmuttalib də sözündə keçir ki, Ənə Rabbul İbildir, Ənə Rabbul İbil, yəni mən dəvənin Rəbbiyəm, yəni mənası dəvənin sahibiyəm. Çünki Rəbb sözünün mənalarından seyyid mənasını, ağa, məlik, yəni sahib mənasını verir. Rabbə hədihi dəva, yəni bu dəvətin, yəni bu çağırışın Rəbbi. Dəvət nəyə deyilir? Tuqallu mə du'itə ileyh, yəni sənin çağırıldığın bir şeyə deyilir. Məsələn, deyirsən ki, mən dəvətə gedirəm. Mə du'itə ileyh. Məsələn, fəhədi salat dəva. Məsələn, bu namaz, əzanda insan namaza çağırılır. Bu əzanla namaza çağırılır. Namaz bir dəvətdir, çağırışdır. Və tuqalu dəvə aydan lid-dəvəti nəfsihə əlləti yud'a bihə. Və həmçinin dəvət o çağırışın özünə də deyilir. Yəni çağırılan yerə və sözlərin özünə də dəvət deyilir. Məsələn, deyirsən ki, hədi dəvə li huduri zəvac. Yəni bu filan toya olan bir çağırışdır. Yəni bu xitab, məktub.
Xitab, bu məktub özü bir dəvətdir, çağırışdır. Və bəzən də deyilir, insanın çağırıldığı yer özü də dəvət, yəni sayılır, adlanır. Və burada da deyiləndə ki, Allahummə Rabbə hədihi dəvəti təmmə. Allahım bu tam dəvətin, çağırışın Rəbbi. Burada nəzərdə tutulan nədir? Burada nəzərdə tutulan əzandır. Əzan özü çağırışdır, dəvətdir. Çünki bu kəlmələr, əzanda keçən bu kəlmələr, eşitdiyimiz bu cümlələr dəvətdir, çağırışdır. Nəyə çağırışdır? Namaza çağırışdır. Allahın evinə bir dəvətdir. Və bu ibadəti vaxtı çatdığı zaman, vacib olduğu zaman yerinə yetirilməyə olan bir çağırışdır. Və bu dəvətlə, yəni əzanda olan sözlərlə çağırılır. Yəni hansı ki, olduqca kamil formadadır o sözlər, tam formadadır. Çünki özündə əzəmətli mənaları əhatə etmişdir əzanın sözləri. Və buna görə də bu sözlər tam olaraq vəsf olunmuşdur. Dəvə, Rabbə hədi dəvəti təmmə. Bu dəvətin, bu çağırışın, tam çağırışın, kamil çağırışın, dəvətin Rəbbi. Yəni, burada olan sözlər tamdır. Heç bir xələl yoxdur. Necə ki, Allah Teala Maidə surəsində buyurur, və ətməmtu aleykum ni'məti, və sizə olan nimətimi tamamladım. Və başqa ayədə buyurur, əsbəğə aleykum ni'məhu zahirətən və batinə, və sizə olan zahiri və batini nimətlərini tamamlamışdır, kamil etmişdir. Və bu dəvətdə, yəni bu çağırışda, əzan da hər tərəfli kamildir. Və özlüyündə ən böyük, ən uca, ən əzəmətli, ən fəzilətli zikri əhatə edir. Və bundan öncə onun mənaları haqqında danışmışdıq. Və eyni zamanda da ən şərəfli bir şeyə çağırılır. Deməli, əzanın sözləri də dəvətdir və çağırıldığı iş də dəvətdir. Bu sözlərlə hara çağırılır? Ən əzəmətli bir əmələ çağırılır. Və o da namazdır. Namaz da özündə ən uca zikri, Allahın zikrini əhatə edir. Allah Teala buyurur Ənkabut surəsində, və əqimis salat, sən namazı iqamə et, innəs salətə, həqiqətən namaz, tənhə anil fəhşəy vəl munkar, həqiqətən namaz insanı bütün çirkin və fuhuş əməllərdən uzaqlaşdırır. Və lə zikrullahi əkbar. Allahın zikri daha böyükdür. Yəni burada ixtilaf var. Allahın zikri daha böyükdür. Nə deməkdir? Burada müəyyən müxtəlif mənalar qeyd olunur. Burada nəzərdə tutulan nədir? Allahın zikri nədən böyükdür? Bəziləri gətirir ki, Allahı zikr etmək, Allahı xatırlamaq, çirkin və fühuş əməllərdən çəkindirməkdə daha böyükdür. Namazın çəkindirməsindən. Deməli, ayədə keçir ki, İnnəs salətə tənhə anil fəhşə vəl münkər. Namaz insanı bütün çirkin və fühuş əməllərdən uzaqlaşdırır, çəkindirir. Sonra Allah Teala buyurur ki, və lə zikrullahi əkbar. Allahın zikri daha böyükdür. Yəni mənalarından biri odur ki, yəni Allahı zikr etmək, Allahın əzəmətini xatırlamaq, insanı çirkin əməllərdən uzaqlaşdırmaqda namazdan da böyükdür. Çünki insanın günaha düşməsi cahilliyinə görə olur. Yəni insan nə qədər elmi olsa da günaha düşdüyü zaman cahil olur. Yəni Allahın əzəmətini xatırlamır. Yəni mümkün deyil ki, insan günaha addım atdığı zaman
Allahu Teala'nın əzəmətini xatırlasın və bununla yanaşı günaha addım atsın. Yəni mümkün deyil. Deməli, əgər insan günah edirsə, günaha tərəf addım atırsa, həmin anda cahildir. Və buna görə də zikir insanı çirkin əməllərdən uzaqlaşdırır. Və bəziləri isə deyir ki, onlardan biri də İbn Teymiyyə rahimehullah, onun dediyi bu görüşlər içərisində daha yaxınıdır. O belə buyurur ki, namaz özündə iki işi əhatə edir. Birincisi, namaz özü özlüyündə insanı çirkin əməllərdən, fühuş əməllərdən çəkindirir, uzaqlaşdırır. Yəni, namazın belə təsiri vardır. İkincisi isə, namaz özündə Allahın zikrini əhatə edir. Namazda insan Allahı zikr edir. Yəni, namazda olan Allahı zikr etmək birincisindən daha əzəmətlidir. Deməli, ayədə keçən وَلَذِكْرُ əkbar, Allahın zikri daha böyükdür. Mənası nə deməkdir? İbn Teymiyyə rahimehullah buyurur ki, namaz özündə iki şeyə əhatə edir. Birincisi, namaz insanı çirkin əməllərdən uzaqlaşdırır, fühuş əməllərdən. İkincisi, namaz özündə Allahın zikrini əhatə edir. Deməli, namazda olan Allahın zikri daha böyükdür. Yəni, namazın insanı çirkin əməllərdən uzaqlaşdırmasından da daha böyükdür. Çünki zikir özü özlüyündə tələb olunan ən uca mətləb sayılır. Bu İbn Teymiyyə rahimehullahın görüşü və seçimidir və digər görüşlər də qeyd olunmuşdur. Lakin burada qəsd olunan, yəni bu dəvət, yəni çağırış tamdır. Yəni o baxımdan ki, çağırılan iş, yəni əzan hara çağırır? Namaza çağırır. Namaz özündə çirkin əməllərdən, fühuş əməllərdən çəkindirdiyinə görə və özündə Allahın zikrini əhatə etdiyinə görə, yəni bu dəvət, bu çağırış tam bir çağırış sayılır. Hətta namazın buyurulması belə Allahın zikrini ayaqda saxlamaq üçündür. Çünki başqa ayədə Allah Teala buyurur ki, Taha surəsi 14-cü ayədə və aqimis salate li zikri, məni zikr etmək üçün namaz qıl. Və buna görə deyilir ki, bütün ibadətlərin buyurulmasından əsas qayə Allahın zikrini ayaqda saxlamaqdır. Deməli, bu işlərin hamısı, bu fəzilətli işlərin hamısı bu çağırışda, bu dəvətdə vardır. Yəni, əzanın məzmunu bundan ibarətdir. Və həmçinin çağırılan iş, yəni namaz özü də kamildir, tamdır. Amma bundan başqa işlər isə, dünyavi işlər, insanların çağırıldığı yerlər, bunlar aşağı yerlər, aşağı işlər sayılır. Hətta o işlər münkərdən, fəsaddan, günahdan, şərdən xali olsa belə aşağıdır. Görün, onda əgər günahlar olsa, yəni dünyavi dəvətlərdə, çağırışlarda, onda necə? Yəni, insanın çağırıldığı işlər içərisində, dəvətlər içərisində itaətdən, Allaha ibadətdən daha əzəmətli bir dəvət ola bilməz, çağırış ola bilməz. Hansı ki, onların içərisində namaz ibadətlərin içərisində İslamın dayağıdır. Şəhadətdən sonra ikinci rükün sayılır. Yəni, insanın bundan da daha mühüm, daha əzəmətli bir şeyə çağırılması mümkün ola bilərmi? Və buna görə də Peyğəmbər sallallahu aleyhi və səlləmə ən əfsəl əməl haqqında sual verildiyi zaman xəbər vermişdir ki, əs-salatu alə vaxtihə, vaxtında qılınan namazdır. Yəni, buradan bəlli olur ki, kim həyyə aləs-salə, namaza gəlin,
Hayyə aləl fələh, xoşbəxtliyə gəlin sözlərinə xəyanət edərsə, yəni icabət etməzsə, o insan öz nəfsinə qalib gələ bilməz. Əgər bir insan nəfsinə qarşı vuruşaraq yatağından qalxa bilmirsə və yaxud əlində olan işi tərk edərək məscidə gedə bilmirsə və digər işlərdə isə daha geridə qalacaqdır. Çünki ən mühüm olan, işlər içərisində ən əzəmətli olan, ən mühüm olan namazdır. Ən əzəmətli çağırış namazdır. Əgər insan nəfsinə qarşı vuruşaraq, nəfsinə qalib gələrək namaza gedə bilmirsə, namazı yerinə yetirmirsə cəmaatlıqla, deməli, digər əməllərdən isə daha geri, digər salih əməllərdən daha geridə qalacaqdır. Əgər namazı insan zay edirsə, o digər işləri daha çox zay edəcəkdir. Deməli, bu dəvət, bu çağırış tam olan bir dəvətdir. Amma digər dəvətlər isə naqisdir. İnsanlar, hər hansı bir insan onu çağırdığı zaman, hər hansı bir kimsə onu çağırdığı zaman, ora tələsərək gedir. Filan yerə çağırılıb. Amma namaza çağırıldığı zaman yubanır, gecikir və elə bil ki, nəfsində ona tərəf bir şövq, sevinç, köksünün açılması hasil olmur. Halbuki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, ərihnə bihə ya Bilal. Ey Bilal, iqamə ver, əzan ver, iqamə ver, bizi namazla rahatlandır. Yəni, Allah Resulü sallallahu aleyhi və səlləm və sahabələrin sevinci, rahatlığı namazda idi. Və həmçinin buyurur ki, وَجُعِلَتْ قُرَّةُ عَيْنِ فِي الصَّلَةِ Mənim göz bəbəyim, mənim sevincim, rahatlığım namazda edilmişdir. Yəni, onlar sevinclərini, rahatlığını namazda tapırdılar. Qurda keçən qurratu ayn, qar sözündən götürülüb, yəni sərinlik. Çünki insan sevindiyi zaman gözündən axan yaşlar sərin olur. Amma kədərləndiyi zaman gözündən axan yaşlar isti olur. Və buna görə qurratu ayn, yəni əsli oradan, amma xülas olaraq mənası sevinç mənasını verir. Deməli, bu dua, yəni çağırış, dəvət tam bir dəvətdir. Yəni namaza olan çağırılış və buna görə də biz namaza yönəldiyimiz zaman könül xoşluğu ilə, sevinclə, fərəhlə getməli, yönəlməliyik. Və dəvətlər içərisində, çağırışlar içərisində ən böyük səy göstərdiyimiz dəvət, çağırış namaz olmalıdır. Yəni, insan öz nəfsinə baxmalıdır. Hansı şeyə daha çox meyl edir və ona daha həvəslə yönəlir çağırıldığı zaman. Namazdan daha böyüyü olmamalıdır. Nə zahirdə yönəlməsi ilə, nə də daxilən, yəni daxilən köksünün, qəlbinin açılması baxımından, sevinç duyması, sevinməsi baxımından. Bəzən insan sevdiyi bir məclisə çağırıldığı zaman necə onu aylarla gözləyir, ona can atır. Müəyyən bir məclisdir, yığıncaqdır və vaxtı, vədəsi təyin olunub və onu, vaxtını gözləyir və hətta müəyyən vaxtdan tarixə baxır ki, yəni o vaxta gecikməsin. Və bəzən yəni insan ora getdiyi zaman ən yaxşı paltarını geyinir. Yəni burada bir problem yox, amma çağırış olaraq
namaz üçün bundan da daha çox həvəslə gözləməli, həvəslə yönəlməli və ən yaxşı, ən gözəl paltarını geyinərək, hazırlaşaraq getməlidir. Yəni, çünki insanın belə etməsi onun özü üçün daha xeyirlidir və daha namazını yaxşı qılmasına və savabı daha yaxşı əldə etməsinə, yəni səbəb olur. Və buna görə də kişilərin namaza olan hərisliyi çağırıldığı zaman, yəni əzan verildiyi zaman daha kamil şəkildə olmalıdır. Yəni baxmalıyıq, yəni bizim halımız necədir əzan verildiyi zaman. Allahın carçısı çağırdığı zaman bu əzanla, bu tam, kamil bir çağırışla, yəni dünyavi yerlərə, məclislərə çağırıldığımız zaman necədir? Namaza çağırıldığımız zaman necəyik? Yəni namaza çağırıldığımız zaman daha yaxşı olmalı, daha həvəslə, daha böyük səy göstərməli. Bəzən də insan dünyavi yerlərə çağırılır, hansı ki o yerlərdə kədər ola bilər, naqislik ola bilər, sevmədiyi bir şeylə qarşılaşır insan, xoşlamadığı bir şeylə və həmçinin başqaları ilə problemə düşə bilir və məkan olaraq münasib olmaya bilir və yaxud da bəzən yemək belə münasib olmur və bəzən də danışıqlar, hansı ki görsən insan elə məclislərə ondan öncə necə həvəslə gedir. Halbuki insan Allahın çağırışına, carçısına daha yaxşı şəkildə icabət etməlidir. Və həmçinin bəzi alimlər deyir ki, burada keçən təmmə sözü, tam çağırış, tam dəvət, deyirlər ki, burada hüccətin qalxması nəzərdə tutulur. Yəni elə bilir ki, bu sözlərdə, əzanın sözlərində olan hüccət açıq aydın olduğuna görə tamdır. Heç bir qarışıqlıq, şək, şübhə qalmır. Və bəzən görsən insan çağırılır, dəvət olunur, amma dəvətdə müəyyən qaranlıq nöqtələr, yerlər qalır. Hətta məsələn, dünyavi məsələlərdə bəzən insan çağırılır, amma insana qaranlıq yerlər qalır o çağırışda, dəvətdə, amma bu əzanda olan bu çağırılış tamdır, yəni əhatəlidir və eyni zamanda açıq aydındır, heç bir qarışıqlıq yoxdur. Və həmçinin bəziləri isə deyir ki, təmmə sözü mənası, təmmə, yəni burada heç bir şəriklik yoxdur, yəni xalis Allah üçündür. Və bəziləri isə deyir ki, burada söz tam şəkildədir, ən tam söz keçir orada, la ilahə illallah kəlməsi. Çünki la ilahə illallah kəlməsi sözün ən kamilidir, ən şərəfli söz sayılır. Və bəziləri isə deyir ki, yəni tam o baxımdandır ki, onun ləfzlərində heç bir xələl yoxdur, heç bir naqislik yoxdur. Yəni belə müxtəlif mənalar alimlər qeyd eləmişlər. Yəni burada demək olar ki, qeyd olunanların hamısını bu özündə əhatə edir. Və eyni zamanda da qeyd olundu ki, çağırılış deyəndə namazdır. Namaza çağırılır və haqq dəvətdir. Və eyni zamanda tövhid olaraq da izah verilmişdir. Tam dəvət olduğuna görə la ilahə illallah. Lakin burada əsas la ilahə illallah yox, la ilahə illallah deyilməklə yanaşı namaza çağırılır insanlar. Və onun içərisində sözsüz ki, tövhid də vardır. La ilahə illallah və Muhammed Rasulullah şəhadəti vardır.